buynuzlarım və mən sizi salamlayıram. Deməli, bu tortu ilk dəfə hazırlayacağam. Dedim ki, ilk dəfə hazırlayıram. Elə birlikdə hazırlayaq, görə elə alınacaq yoxsa yox. İnternetdə qarşıma çıxdı. Qadın bir tərifləyirdi, deyirdi ki, hələ bir bu tortun bir yumuşaqlığına baxın, görün, hələ belə bir yumuşaq tort görürsünüzmü? Elə gözəl danışırdı. Ay, çox xoşuma gəldi. Görüntüsü çox xoşuma gəldi. Bir də çox yumuşaq idi. Xanımın da dediyi kimi. Dedim, mən də hazırlayayım ilk dəfə. Görə elə alınacaq yoxsa yox. İndi ərzaqları sayıram. Göstərə-göstərə sayım. 5 yumurta, 2 stəkan şəkər tozu, 2 stəkan un, 2 stəkan qatıq, 10 xörək qaşığı duru yağ. Aha, deməli, dediyim bu ərzaqların hamısını tən yarıya da bölüb hazırlaya bilərsiniz. Yəni 1 stəkan şəkər tozuyla, 1 stəkan unla, 1 stəkan qatıq, 5 qaşıq deməli duru yağ və mən 5 yumurtalarım balaca idi deyə 5 yumurta, əslində 4 yumurtadır. Yumurtalar balaca idi deyə 5 yumurtadan istifadə edirəm. Yəni yarıya böləndə yumurtanı da 2-yə endirə bilərsiniz. Yəni orijinalda 4 yumurtadır. Onu 2-yə endirib də hazırlaya bilərsiniz. İndi deyirəm hazırlaya bilərsiniz. Yəni bir hələ bir görə də məndə alınacaq. Yaxşı alınsa, o xanımdakı kimi alınsa, onda hazırlayarsınız. Yəni gözünüzə yaxşı gəlsə siz də hazırlayarsınız. Başlayaq mırta ilə, şəkər tozu ilə. Unutmadan da deyim ki, sobanı öncədən 200 dərəcə Selsiyə yandırıb hazır qoymuşam. İndi başlayıram. Hər dəfə bu veteran mikserimi mən işə salanda Nazlı adında mənim bir izləyicim var, Nazlı xanıma. Mən buradan salamlarımı göndərirəm. Elə gözəl kommentlər yazır ki, mən ümumiyyətlə videolarımın altına. Mən bu veteran mikserimin də çox gözəl komplimentləri yazmışdı. Onun ümumiyyətlə kommentlərini oxuyanda bütün mənim əhvalım dəyişir. Bütün o qədər gözəl olur, o qədər təbəssüm bəxş edir ki, baxın hələ də yadıma düşür o mesajları. İndi də gülürəm. Hər bu mikser işə salanda Nazlı xanım sizin mesajlarınız yadıma düşür.
mən 1 saat, yarım saat öncədən çıxarıram ki, deməli otaq temperaturuna düşsün. Belə siz də hazırlayın. Yəni o qadının dediyi kimi doğrudan da yumşaq alındı. Mənə elə gəlir ki, alındı. Qadın deyirdi ki, mən verdiyim ölçülərdən kənara çıxmayın. Yoxsa baxın mənlik deyil ha, bax alınmadı mənlik deyil. Elə də tərifləyirdi ki, belə yumşaq tort görürsünüzmü? Çox gözəl, doğrudan da çox gözəl danışırdı. Və Instagramda təsadüf qarşıma çıxmışdı və üzünü də göstərmirdi. Sadəcə səsi ilə yəni göstərirdi. Deməli videonu izlədim. Obşim, mənə elə gəlir ki, alındı. Siz də hazırlayın. İnşallah Allah ruzusunu yetirsin, hazırlayın. Yəqin ki, ləzzətli olar. O qədər yoruldum. Çünki mən bir anda bir neçə iş görürəm. Yəni paltar ütülə düyü də süzürdüm bir tərəfdə. Sonra torta başladım. Torta hazırlaya namazımı qılmışam qapını ilə. Paltar stiralni qutarda getdim, paltar yanına, paltarları çıxartdım, paltar yanına getdim, astım, baxım. Bir anda bir neçə iş görürəm. Ona görə necə yoruldum. Bu video kimin qarşısına çıxıbsa, amma izləməyə almadan qarşısına çıxıbsa, bura qədər izləyibsə çox təşəkkür edirəm. İzləməyə alsa məni pulsuz, parasız, problemsiz, əziyyətsiz bir dənə ora toxunacaq, amma mənə çox böyük motivasiya verəcək, çox böyük yaxşılıq etmiş olacaq. İnanın, heç peşman olmayacaqsınız, çünki mən hər həftə video yükləməyə çalışıram. Yeni gələn izləyicilərimə xoş gəlmisiniz deyirəm. Çox sağ olun ki, mənim yalvarışlarıma qulaq verdiniz, mənim ürəyimi sevindirdiniz, bu qədər motivasiya verdiniz, ürəyimi sevindirdiyiniz üçün savaba girdiniz. İnanın, çox təşəkkür edirəm sizə. İlk izləyicilərimi də buradan öpürəm, çox sağ olsunlar ki, hələ də izləmədə qalıblar. Gözəl günlərdə hazırlayın siz də, canınız sağlam olsun, Allah da ruzusunu yetirsin, gözəl də həyat qismət eləsin. Sağlam canınızla o ruzunu hazırlayıb, gözəl günlərdə rahat yeyəsiniz.